Eşk pervanesi ay aman, ay aman, ay aman. Eşk pervanesi gamuduna tabım var, hasta bülbül kimi her ləhzəyə fəmanım yoxdur. Var olasın Aytarlan, parmakların var olsun kardeş. Naidə xanım çox sağ olun. Allah sizdən razı olsun. O gözəl səsiniz, o gözəl avazınız. Mən bilirəm ki, burada əyləşən bütün əzlərin, doğmaların ürəyincədir. Belə səs tək-tək olur. Musiqi ilə muğam dinləyirəm mən. Muğamat nəğmələr xəzinəsidir. Təmiz məhəbbətlə sevib sevilən odlu ürəklərin vurğun səsidir. Rastında məna var, sədadan dərin, şahnaz sədasıdır düşüncələrin. Şur xastə Qasımın, Böyük Mirzənin, Aşıq Ələskərin zəngöləsidir. Nə zaman seygahı dinləyirəm mən, duyğular karvanı keçir könlümdən. Gözəl heyratını elə bir keçən Qoç Koroğlunun zəngi səsidir. Bu yurdun kamança qabal səsi də, çoban tütəyinin gür nəfəsi də, coşqun gəraylının şikəstəsi də şirin bir musiqi şəlaləsidir. Və bu gözəl şirin bir musiqi şəlaləsi bizlər üçün bilirəm ki, gözəl ab-hava yaradacaq inşallah. Naidə xanım, buyurun, Allah sizləri var eləsin. Heç yerdə məkanım yoxdur. Yar, aman aman, aman ayda o sürməli gözlərin, şirin şirin sözlərin, təbiəti dəlilə çəkilib bilen yanımda balam dünyada kıymetlisin. Nedir bilen yanımda balam dünyada kıymetlisin. Nedir bilen yanımda balam dünyada kıymetlisin.
zaman